Bismillahirrahmanirrahim. Əzizlər, biz həsəd əhli olub olmadığımızı bilmək üçün qarşımızdakı şəxsin uğurları müqabilində hansı reaksiyamız olsa oradan öyrənə bilərik. Başqa ifadə ilə deyim. Mən istəyirəm biləm, mən həsud insanam ya yox. Həsud yəni bizim dildə paxıllıq deyilir, amma paxıllıq biraz fərqlidir. Paxıllıq ərəb dilində bəxil, xəsis adama deyilir. Əlbəttə, xəsisliyin də paxıllıqla əlaqəsi var, indi açıqlamada görərsiniz inşallah. Amma həsəd odur ki, yəni həsəd hissi yandırır bunu, məhv eləyir ki, filan kəsdə filan şey var. Həsəd haramdır. Quran-ı Kərimdə bir surədə, bir neçə surədə qeyd olunub, hədislərdə qeyd olunub. Hədisdə var, İmam Sadiq əleyhissalam buyurur, həsəd insanın imanını elə məhv eləyir, sanki od odunu yandırır, çırpını yandırır, odur. İndi mən hardan bilim ki, mən həsədli insanam ya yox, həsud insanam ya yox, mənim həsadətim var ya yox, mənim paxıllığım var ya yox. Bir nəfərin uğuru müqabilində mənim 4 reaksiyam ola bilər. Bir nəfər uğur qazandı, yaxşı söhbət elədi, yaxşı pul qazandı, yaxşı alimdir, yaxşı diplomu var və s. və ilə. Mən hansı əməllərimlə, hansı reaksiyamla, içimdə nə yaransa mən bilə bilərəm ki, mən paxılı insanam ya yox. İnsan özünü tanımalıdır, insan özünün həkimi olmalıdır. Bu əlamətlər bəzən biraz gizlin olur, bəzən isə açıq-aşkar olur. Gizlinlər necə olur? Məsələn, görsən, qarşı tərəflə söhbət edirəm, o da qayıdıb deyir ki, hə, mən tələbəli illərimdə diplom işimi yazdırdım. Elə o söhbətini bitirən kimi, mən deyirəm ki, hə, mən də dissertasiyamı müdafiə eləyəndə magistraturada artıq bu nəyinsə əlamətidir. Artıq bu nəyisə bildirdi ki, sən kimsən ki, mən səndən daha üstünəm. Və yaxud, görsən deyir ki, filan kəs gördün nə gözəl məqalə yazıb. O desə ki, hə, maşallah gözəl yazıb. Bir dəfə qaydı deyir ki, əşi, özündən yazmayıb ki, başqalarından götürüb də. Alimlərdən götürüb, kitablardan götürüb. Bu artıq nələrinsə əlamətidir. Ya məşhur söhbət görsən deyirlər ki, filan kəs filan məscidə, filan məktəbə, filan yolun təmirinə məsələn 100.000 pul xərcləyib, xeyriyyə pulu xərcləyib. Görsən dərhal qayıdır ki, milyon yeyir, 100.000 xərcləyib də. Dərhal sancan insan bir nəfərin uğuru nəql edildikdə dərhal onu söndürməyə, qarşı tərəfi sancmağa, hadisəni kiçiltməyə çalışan insan başa düşsün ki, mənim içimdə nəsə cücərir və bu cücərən çox zəhərli toxumdur. Bu cücərən çox zəhərli toxumdur. İnsan gərək başqalarının əməllərini eşidəndə, uğurlarını eşidəndə sevinsin, xoşbəxt olsun, xoşbəxt olmağa çalışsın. Xoşbəxt olmasa da içindəkinə qarşı mübarizə aparmaq üçün başlasın xoşbəxt roluna girməyə, ki, başlasın tərifləməyə, onu müdafiə eləmək, desin, hə, maşallah, mən də gördüm, çox gözəldir, bu çox gözəl idmançıdır, bu çox gözəl alimdir, bu çox gözəl həkimdir. Yoxsa deməsin ki, əşi, varıdır eləyir də və yaxud onun niyyəti təmiz deyil. Bunlar lazım deyil bizə. Bunlar gizlin reaksiyalardır. Hətta buyururlar, bir nəfərin başına bir pis hadisə gəldi. İçində bir sevinç qığılcımı yarandısa, biruzə vermədinsə də, hiss elə ki, içində nəsə pis şey cücərir, onu məhv eləmək lazımdır. Necə məhv eləyəcəksən? Həmin o paxıllıq etdiyin, həsəd etdiyin insanı tərifləməklə, onu hər yerdə uca tutmaqla, onu xidmət göstərməklə, ona qarşı məhəbbətini göstərməklə, bir yerdə onun qeybəti olanda onu müdafiə etməklə. Bu şəkildə adam o paxıllıq, o zəhərli bitkini aradan qaldıra bilər. Və yaxud birinin uğuru olanda içində bir məyusluq yarandısa, o zaman bil ki, bir problem yaranır, onun qarşısını almaq lazım. Bir də var, ciddi reaksiyalar olur. Birinin uğuru müqabilində bizim 4 reaksiyamız ola bilir. 1.
Mənim şuuraltı sözüm və dilimdəki sözüm, fikrim bu olur, reaksiyam bu olur. Onun var, nuş olsun, Allah bərəkət versin, ilahi, mənim də olsun. Buna deyilir qibtə. Bu həsəd deyil. Bu çox gözəldir. Qarşı tərəf əgər sənə qarşı mübarizə aparsa, o başlayır həsəd törətməyə. Sonra bir nəfər bir dükan işlədir. Görürsən, yaxşı qazanır, deyirsən, qoy mən də bir dükan işlədim. Bilirsən, başqa bir yerdə bir dükan işlədirsən. Ki, sən də qazanasan, sən də ailəvi rifah çatdırasan. Bu yolda imkan var, şərait var, sən də götürəsən. Bu çox gözəldir, qibtədir, yarışdır, rəqabətdir, müsabiqədir, əladır. Qarşı tərəf gərək başa düşsün, deməsin ki, mən açdım, bu niyə açır? Bu, artıq onun paxıllığı başlayır. Bir nəfərin uğurunu gördükdə, eşitdikdə desən ki, yəni fikrin bu olsa, ruhun bu olsa, sözün bu olsa ki, maşallah, Allah başa can versin, Allah bizə də qismət eləsin, bu qibtədir, bu yaxşıdır. Bir nəfərin uğurunu eşitdikdə desən ki, kaş məndə olaydı, onda olmayaydı, bu olur paxıllıq, bu olur xəsislik, bu pisdir. Niyə onda olmasın? Niyə birinin bədbəxtliyini xoşlayırsan? Niyə bir insanın bədbəxt olmasından həzz alırsan? Niyə bir insan xoşbəxt olmasından narahatsan? Bu xəstəlikdir, bu mərəzdir. Bu normal hal deyil, bu insan halı deyil. Bu ikinci reaksiya. Üçüncü reaksiya budur. Deyirsən ki, məndə yoxdur, onda da olmasın. Bax, bizim mövzumuz budur, bu həsəddir. Bu, bəşəriyyəti məhvə sürükləyən bir şeydir. Yəni, bu olmasına qulluq eləyir. Birində var, istəyirəm məndə də olsun. Bu, olmağa qulluq eləyir. Bu, müsbətə qulluq eləyir, xidmət göstərir. Birində var, istəyirəm ki, onda olmasın, məndə olsun. Bu, 50% olsa olmamağa qulluq eləyir. Birində var, istəyirəm ki, onda da olmasın, məndə də olmasın. Bu, tamamilə məhvə qulluq eləyir, məhvə xidmət göstərir. Bir də var, dördüncü reaksiya, o da bundan ibarətdir. Deyirəm ki, məndə olmasın, onda olsun. Bu fədakarlıqdır, bu ən ali rütbədir. Bu imamların, peyğəmbərlərin, övliyaların, şəhidlərin rütbəsidir. Deyir, qoy mən ölüm, şəhid olum, gedim, onun dini salamat qalsın, onun əqidəsi salamat qalsın. Ya onun vətəni, əmin-amanlığı qorunsun. Bu ali rütbədir. Ana görür ki, hava soyuqdur, öz görürsən, yorğanını atır körpəsinin üzərinə ki, mənə soyuq olsun, ona soyuq olmasın. Bu fədakarlıqdır, bu isardır, bu özündən keçməkdir, bu güzəşdir və çox gözəldir. Deməli, biz bir nəfərin uğuru qarşısında, bir nəfər qarşısında, hər hansı bir şəxs qarşısında 4 reaksiya verə bilirik. 1, məndə yoxdur, onda da olmasın. Bunun adı həsəddir. Bu ən pisidir. 2, məndə olsun, onda olmasın. Bu paxıllıqdır, xəsislikdir. Bu da pisdir. 3, onda var, məndə də olsun. Bu qibtədir, yaxşıdır. 4, ən ali rütbə, məndə olmasın, onda olsun. Ki, Əli əleyhissalam, Fatimə salamullah əleyha, Həsən əleyhissalam, Hüseyin əleyhissalam, bir də xidmətçiləri Fizzə Rizvanullah Teala əleyha 3 gecə iftarlarını verdilər miskinə, yetimə, əsirə ki, onlar tox olsun, bunlar ac qalsınlar Allah xətrinə. Bu, ən adi rütbədir. Deməli, ikisində ehtiyatda olmalıyıq, bizdə olmasın. 1, məndə də olmasın, onda da olmasın. 2, məndə olsun, onda olmasın. Bu ikisi mənfidir. Qalan ikisi müsbətdir, biri ortadır, biri alidir. Orta budur ki, onda var, məndə də olsun. Ali budur ki, məndə olmasın, onda olsun. Allah bizi ali əxlaqi səciyyələrə yiyələnməyi nəsib eləsin. Esselamu aleykum və rəhmətullahi və bərəkət.